Salam, hər vaxtınız xeyir olsun kanalımızın dəyərli izləyiciləri. Mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri üçün dəstək məqsədi ilə bir neçə sualların izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, bundan sonraki növbəti videolara da rahatçılıqla baxa bilərsiniz. Eyni zamanda sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan bütün ixtisas müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz canlı olaraq Zoom proqramı üzərində tədris olunur və dərsdən sonra qrupa göndərilir. Materiallar da bizim öz tərəfimizdən verilir. Sizə lazım olan bütün tip sualların cavabını tapmış olursunuz. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazmağınız kifayətdir. Eyni zamanda müsahibəyə tək hazırlaşmaq istəyənlər bizim vəsaitimizdən də yararlana bilərsiniz. Müsahibə aid Qızıl Qaydalar adlı vəsaitimizi əldə edib özünüz hazırlaşa bilərsiniz. Keçək əsas suallara. Bu suallar müsahibə mərhələlərində verilmiş sual tipləridir. İlk sual belədir ki, motivasiya necə olmalıdır? Motivasiya dərsin maraqlı, cəlb edici, məqsədyönlü başlanğıcıdır və dərsin mövzusu ilə birbaşa əlaqəli olmalıdır. Şagirdlərdə maraq oyatmalıdır, tədqiqata sövq etməlidir, həvəs oyatmalıdır, düşünməyə sövq etməlidir. Ən əsasda problemli situasiya üzərində qurulmalıdır. Daha çox açıq suallara üstünlük verilməlidir. Tapmacalar, real həyatda nümunələrə üstünlük verilməlidir. Yəni bunun da müddəti 3-5 dəqiqə aralığında olmalıdır zaman baxımından. Motivasiyanın yaxşı olması dərs prosesinin axıcılığını da sona qədər yaxşı təmin edir və məqsədimizə reallaşa bilirik. İkinci bir sual deyir ki, valideyn odlu, alovlu içəri daxil olub, sizin dərs metodunuzun yanlış olduğunu, dərsin düzgün keçmədiyini desə, nə edərsiniz? Burada bir neçə situasiyadan cavab vermək olar. Yəni ilk olaraq emosiyaya qapılmadan tam səbirli, nəzakətli valideyni sona qədər dinləmək olar və sinif mühitindən onu biz uzaqlaşdırmalıyıq. Sakit bir yerdə dərsdən sonra onunla danışarıq. Yəni dərsimizin axıcılığını pozmağa imkan vermərik. Dərsdən sonra narazılığın nə olduğunu dinləyərik və dərs metodumun nəyi yanlış olduğunu, kurikulumla bağlı standartlara əsaslandığını, şagirdin hansı bacarıqlarını inkişaf etdiyini tam olaraq valideynin diqqətinə çatdırmalıyıq ki, indiki müasir dövrün tələblərinə cavab verən dərs prosesi qurmuşuq. Düşünürəm ki, hər bir müəllim bu tipli valideynlərlə rast gəlir və valideyni başa salmaq olar ki, metod yanlış ola bilər. Hər hansı metodumuzda yanlışlıq ola bilər. Biz onun üzərində dəyişiklik edə bilərik. Ola bilər ki, həmin tənqiddən özümüz üçün nəticə də çıxarda bilərik. Tamamilə valideynin qərəzli bir yanaşması olar. Yenə də dediyim kimi sona qədər valideyni dinləyib, dərs prosesindən uzaqlaşdırıb, sonra fərdi formada valideynlə söhbət aparıb bir ortaq məxrəcə gəlmək mümkün olar. Növbəti sual 3 nömrəli sualdır. Deyir ki, formativ qiymətləndirmə nə üçün aparılır? Formativ qiymətləndirmə şagirdin təlim nailiyyətlərini izləmək, onun çətinliklərini vaxtında müəyyən etmək və təlim nəticələrinə doğru irəliləməsini təmin etmək üçün aparılır. Bu qiymətləndirmə qiymət yazmaq üçün deyil, şagirdin nailiyyətini izləmək üçündür. Eyni zamanda da müəllim öz metodikasını tənzimləməyi bu
qiymətləndirmə vasitəsilə reallaşdıra bilir. Yəni, formativ qiymətləndirmə şagirdin gündəlik təlim nəticəsinin izlənilməsidir. Növbəti bir sual. Konstruktiv rəy dərsin hansı mərhələsində vermək lazımdır? Yəni, belə bir qanun yoxdur ki, bir qayda yoxdur ki, konstruktiv rəyi dərsin əvvəlində verəsən, sonunda verəsən, ortasında verəsən. Yəni, bir konkret vaxtı yoxdur. Yəni, bu mərhələdə dərsin hər hansı bir mərhələsindən söhbət getmir. Şagird fəaliyyət göstərən zaman, tapşırığı icra edən zaman hər an verilə bilər. Yəni, təlim nəticəsini reallaşdırırsa, aktivdirsə, fəaliyyətdədirsə, tədqiqat aparırsa, müzakirəyə daxil olubsa, rəy vaxtında verilməlidir, gecikməməlidir. Konstruktiv rəyin də mahiyyəti ondan ibarətdir ki, şagirdə ilkin olaraq stimul verirsən, yəni həvəsləndirirsən, onun müsbət işlərini vurğulayırsan, sonra boşluqlarını diqqətinə çatdırırsan, ən sonda isə istiqamət verirsən. Həmin problemlərdən necə çıxa bilər və yaxud səhvləri hardadır, o səhvlərdən necə çıxmalıdır, onun üçün istiqamət verilməlidir. Növbəti bir sual. Diaqnostik qiymətləndirmənin nəticəsinə görə illik planlaşdırmada dəyişiklik etmək olarmı? Diaqnostik qiymətləndirmənin nəticəsinə görə bəli, mütləq olar və ya edilməlidir. Diaqnostik qiymətləndirmənin əsas məqsədi şagirdin ilkin bilik bacarıq səviyyəsini və yaxud potensialını ölçməkdir. Əgər sinifin böyük hissəsi keçən ilin mühüm mövzunu mənib sayıbsa, müəllim illik planlaşdırmada saatların bölgüsündə yenidən baxa bilər, bəzi mövzuları təkrara yer ayıra bilər və təlim strategiyanı sinifin səviyyəsinə uyğunlaşdıra bilər. Diaqnostik qiymətləndirmənin nəticəsinə görə illik planlaşdırmada dəyişiklik etmək olar. Növbəti bir sual. Valideyn şagirdə etinasız münasibət göstərərsə nə edərsiniz? Yəni, burada söhbət valideyn öz övladına etinasız yanaşmasından gedir. Əlbəttə ki, biz müəllimlər valideynlərlə fərdi şəkildə əlaqə saxlayıb söhbət apara bilərik, dərs prosesinə çağıra bilərik və yaxud müəyyən bir vaxt bölgüsündə valideynlə söhbət apara bilərik ki, övladının gələcək uğurlarını, ailə dəstəyinin, müəllim-valideyn əməkdaşlığının nə dərəcədə həlledici rol olduğunu, təhsildə rol olduğunu biz onun diqqətinə çatdırmalıyıq ki, düşünürəm ki, valideyn artıq övladına qarşı o etinasız münasibətə son qoyacaq. Keçək növbəti suala. 7 nömrəli sualdır. Təlim nəticəsi nə zaman verirsən? Ümumiyyətlə, alt standartdan çıxarılan təlim nəticəsi dərsin ən başında, motivasiyadan dərhal sonra və ya motivasiya prosesində şagirdin diqqətinə çatdırılmalıdır. Şagird dərsin ilk dəqiqələrindən bilməlidir ki, mənim təlim nəticəm nə olacaq və hansı bilik bacarıqlara yiyələnəcəm. Dərsin sonunda mən hansı bilik və bacarıqlara yiyələnəcəm. Mütləq bu şagirdin diqqətinə çatdırılmalıdır dərsin ilkin mərhələsində. Növbəti bir sual. Deyir, birinci səviyyə üzrə rəy verin. Birinci səviyyə üzrə ən aşağı, yəni mənimsəməsi zəif olan, ciddi çətinlik çəkdiyi göstərən bir səviyyədir. Rəy konstruktiv olmalıdır ki, yəni məsələn deyək ki, hər hansı bir mövzuda oxuyub anlama bacarığında və yaxud mövzunun ideyasının tapılmasında şagirdin birinci səviyyə üzrə dəyərləndirməsini aparmışsınız. Mütləq ən azından onun bir uğurlarını qeyd eləməliyik ki, sonra səhvlərin tam olaraq ona izah eləməliyik, hansı səhvlər eləyib və səhvlərindən nəticə çıxartmaq üçün mütləq də ona çıxış yollarını göstərməliyik ki, bu nümunədən belə yazmalıydın və yaxud bu oxuyub anlama bacarığını inkişaf etdirirsənsə,
Bunlara diqqət elə, oxu strategiyasına diqqət yetirməlisən ki, sənin dəyərləndirmən daha da yüksək olsun. Yəni birinci səviyyə üzrə, ikinci, üçüncü, dördüncü səviyyə üzrə müsahibə mərhələsində sizdən konstruktiv rəy soruşulacaq. Növbəti bir sual deyir, şagird digərini tapşırığı işləməkdə mane olarsa nə edərsən? Yəni söhbət iki şagird arasında dərs prosesində bir-birinə mane olmasından gedir. İlk olaraq dərsin ümumi ahəngini pozmadan, həmin şagirdə şifahi və yaxud baxışla yaxınlaşmamadan xəbərdarlıq edərik. Sonra isə mane olmasının səbəbini anlamağa çalışarıq. Bəlkə ola bilər ki, tapşırığı tez bitirib və yaxud tapşırığı başa düşməyib. Əgər tez bitiribsə, ona daha yüksək təfəkkürlü səviyyədə tapşırıq əlavə verərəm. Çətinlik çəkərsə istiqamətləndirici deməli suallar yönəldərəm ki, bunlar bir-birinə mane olmasınlar və hər kəsin öz tapşırığı ilə məşğul olsun. Keçək növbəti suala. Maraqlı sualdır. Deyir ki, sevimli valideyniniz sizə yaxınlaşır və övladının yerini dəyişmək istəyir. Nə edərsən? Ümumiyyətlə, bu söz müəllimlər üçün sevimli və yaxud sevimsiz valideyn və yaxud şagird anlayışı ümumiyyətlə olmamalıdır. Bütün valideynlərə bərabər və peşəkar yanaşılmalıdır. Valideyn bu istəyinin səbəbini öyrənmək lazımdır. Yəni, ön partalarda əyləşdirmək, əsasən görmə zəifliyi, boy və yaxud eşitmə problemi olan şagirdləri daha ön sıralara çəkmək lazımdır. Ümumiyyətlə, diqqət yetirmək lazımdır. Valideynin diqqətinə çatdırmaq lazımdır ki, yəni müasir təlimdə şagirdin harda oturmasından asılı olmayaraq, əsas bizim öyrədici qabiliyyətimiz daha yüksəkdir və dərs prosesimizi elə qururuq ki, bütün şagirdlər bu dərs prosesindən yararlana bilir. Və həm də sinifin idarə olunması, idarə edilməsi müəllimdən asılı olduğuna görə elə bir mühit qurulmalıdır ki, orada heç bir valideyn narahatçılıq yaratmasın və yaxud ön və arxa partalar üzərində mübahisə məsələlər yer almasın. Burada valideyn istəyi nəzərə alınmayacaq. Əgər ki, sadaladığımız proseslər yoxdursa, məsələn, görmə zəifliyi, boy fərqi və digər hallar yoxdursa, bu dərs mühitinin pozulmaması üçün valideyni ətraflı izah edib və dərs prosesindən kənarlaşdırmaq olar. Növbəti sual belədir ki, valideyn sizin ayrı seçkilik etdiyinizi vurğulayır və nə edərsiniz? Ümumiyyətlə, bu cür fikir bildirmək düzgün deyil. Biz bütün şagirdlərə və yaxud dediyim kimi valideynlərə bərabər şəkildə hər kəslə ayrı seçkilik deyə bir şey olmamaq şərti ilə bərabər formada valideynlərlə əlaqə yaratmalıyıq. Sonra qiymətləndirmə meyarlarına uyğun olaraq hər bir şagirdi öz bilik və bacarığına uyğun qiymətləndirməliyik ki, belə hallar qətiyyən olmasın. Yəni ayrı seçkilik, bərabər imkanların pozulması, sinifdə inkişafın pozulması, şəxsiyyətin formalaşmasına mane olan amillərdən biridir. Biz valideynin diqqətinə çatdırmalıyıq ki, bərabər imkanları biz pozmuruq. Hər bir şagirdə düzdür, fərqli və fərdi yanaşma var, amma ayrı seçkilik yoxdur. Suallarımız bu qədər. Bir çox suallarla növbəti video izahda qarşımıza çıxacağıq. Daha çox sertifikasiyada hansı sual tipləri diqqətinizə çatdırılıbsa, onları da, yəni müəllimlərə daha çox hansı suallar ünvanlanıbsa, biz də sizin diqqətinizə həmin sualları çatdıracağıq. Sağ olun, salamat qalın.